MDB ölkələrinin təhlükəsizliyini daxili və xarici təhdidlərdən qorumaq üçün xüsusi xidmət orqanlarının imkanlarından maksimum istifadə etməliyik. Global Info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib. O, bu barədə MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 58-ci iclasına ünvanladığı təbrik mesajında yazıb. Putin vurğulayıb ki, dünyada hərbi siyasi vəziyyət xeyli mürəkkəbləşib və MDB sərhədləri yaxınlığında da yeni sabitsizlik ocaqları yaranıb. Onun sözlərinə görə bu şəraitdə analitik, kadr, operativ və texniki imkanlardan maksimum istifadə edilməli, MDB ölkələrinin təhlükəsizliyinin təmin olunması üçün mütəmadi məlumat mübadiləsi aparılmalı və ümumi problemlərin həlli üçün vahid yanaşmalar hazırlanmalıdır. Rusiya prezidenti deyib ki, iclasın nəticələri MDB ölkələrinin və xalqlarının təhlükəsiz və sabit inkişafına töhfə verəcək. Qeyd edək ki, MDB hazırda 9 əsas üzv dövlətdən ibarətdir. Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızistan, Moldova, Rusiya, Tacikistan və Özbəkistan. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.